Çox sağ olun, minnətdarıq biz sizə. Digər hər birimizi düşündürən bir məsələ 2026-cı ilin dövlət büdcəsindən bələdiyyələrə 9 milyon manatdan çox vəsait nəzərdə tutulub. Bəs bələdiyyələr yerini özünü idarə etmə orqanı kimi niyə tam olaraq formalaşmır? Səbəb nədir? Vəsaitin az ayrılması, onların səlahiyyət və maliyyə müstəqilliyinin aşağı olması, yerli idarəetmə mərkəzlərinin asılılığı yoxsa qərar vermə mexanizminin formalaşdırılmasıdır. Mövzunu hüquqşünas Roman Qaraşovla müzakirə edəcəyik. Roman müəllim, hər vaxtınız xeyir olsun. Buyurun, eşitirirsiniz. Səbəbləri izah edin və çıxış yolu. Oralar qeyd etmək lazımdır ki, 2026-cı ilin dövlət büdcəsində bələdiyyələr üçün ayrılan 9 milyon vəsait ümumilikdə olduqca kiçikdir. Çünki bu vəsaitlər bütün ölkə miqyasında yerli özündarə etmənin tamamilə maliyyələşdirilməsi və lazımi resurslarla təmin olunması real deyil, qeyri-mümkündür. Ümumiyyətlə, bələdiyyə hakimiyyətinin mövcud olduğu yerli özündarə etmə orqanlarının formalaşdığı bütün müddət ərzində inzibati asılılıq təbii ki, bələdiyyələrin fəaliyyətindən ciddi təsir göstərmişdir. Çünki digər yerli qurumlar var və daha səlahiyyətlidir, daha geniş və peşəkar komanda ilə daha ciddi maliyyə resurslarına və digər hüquqi alətlərə malik olan qurumla bələdiyyələrin statusunu eyni cür qiymətləndirə bilmərik. Hesab edirik ki, bələdiyyələrin statusu ilə bağlı, bələdiyyələrin hazırki mövqeyi ilə bağlı ya yenidən qanunvericilik səviyyəsində həllər təklif olunaraq həyata keçirilməlidir. Bütün dünya təcrübəsində görünür ki, ümumiyyətlə bələdiyyələr ciddi hakimiyyət orqanıdır, ciddi yerli qurumdur və əhalinin sosial-iqtisadi məsələlərinə olduqca mühüm qərarlar verir, mühüm addımlar atır və mühüm işlər görə bilirlər. Ona görə də hesab edirik ki, bələdiyyələrin daha da möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi daha məqsədə müvafiq olardı. Çox sağ olun, minnətdarıq biz sizə.